Hər kəsə salam. Bu günləri çəkisinə təxminən 236 manat, təxminən 250 manat verəcəyim. İngiltərə bağlamalarımı götürməyə gedirəm. Yəni ki, bu işlər həddindən çox olduğu üçün düşünürəm ki, çamadan aparım ora. Bu iki çamadandan birini seçəcəm. Çatdım mən. Deməli, Asashop'dan sifariş vermişdim. Adres olarak oranı yazmışdım kargoya. İndi çatdım. Padruqam da gələcək. Birinci ondan işləri götürəcəyik. Taksiyə qoyub evə göndərəcəyik. Bunların açılmağını, nələr almışdım, nələr var idi orada. Hamısını ayrı video kimi paylaşacağım sizlə. Biki. Saat 28'e kalkırdık ha. Bura koyak da beşleri. Allah gel. Seviyim. Bombastiko. Прям шикарно. Mən bu günləri heç hazırlıqlı vəziyyətdə çıxmamışam. Instagramdakı izləyicilər bilir ki, gözüm yara olmuşdu. Gözüm kraskalardan allergiya olmuşdu. Belə sadə bir lookla küçələrə sırf bu xanımı fotosesiya eləmək üçün. Sonra da biz gedəcəyik içəri şəhərdə İva restoranına. Orada maraqlı mahnılar və s. qoşurlar. Maraqlı. Neynirlər orada vəbşi? Məqsədləri nədir? Orada vəbşi nədir məqsəd? Məqsəd deyən göstərim. Bax. Yox, vəbşi də nə gedir onun adı? DJ parti, nə bilim, diskoteka, klub. Klub deyil axı ora. Biz Ağşəhərdə gəlmişdik Qapqapa. O qədər maraqlı keçdi ki, yəni coffee free falan sifariş vermişdik, yadımızdan çıxdı video çəkmək. Qəşəng fotosesiya şəkillər eləmişik Instagram üçün. Ümumiyyətlə məndə burada kofelerin də dadı xoşuma gəlir. Salatlar da çox yaxşı olur. Davaya gedirik. Burada da qəşəngdir, hə? Şəkil üçün Ağdevi divarın yanında ancaq. İndi bu gözəl xanımı çəkəcəyim videoya. Bir reel üçün çəkirik, sonra Instagram üçün postlara qoymağa. Pencəyi öz fikri, öz ideyası ilə eskizlərini əsasən tikilmişdir. Hə, biraz sağa bax. Biraz sağa bax. Güya ayaqqabıva baxırsan. Videolarda, kinolarda deyəcəyik. Məncə gecikəcəyik biz, yox? Gecikəcəyik. Hə, davay problemə video çəkək. Mamaya yığmışam. Deyir ki, nə qədər verdin şeylərə? Paketlərə deyirəm 240 manat. Deyirəm açmaya. Onlarla video çəkəcəm. Deyir ya açacağım. Deyirəm onu ucundan aç səliqə ilə. Deyir ki, mənə nəsə var orada. Orada da mən 4-5 dənə səhv sifariş eləmişəm. Razmerini. Yəni ki, böyük sifariş eləmişəm. Səhv gəlibdir. Heç nə. Yəni ki, o elə onun razmeridir də demiyorlar ki. Kuryerlə göndərdik. İndi yəqin ki, ona çatar. Ümid edirəm ki, götürə biləcək bütün o blokları, çamadanı. İndi gedirik içəri şəhər tərəfə ucu. Taksi ilə gecikəcəyimiz üçün biz gedəcəyik metro ilə.
Ağşəhərdən qalxırıq Xətayyə. Xətayədən metro ilə gedəcəyik içəri şəhərə. Baksovetdən gedirik Yeva restoranına. Düşürük hal-hazırda. Yolda qabaq. Срочно снимаем видео. Тезо. Я брат. На видео что? Bura içəri şəhərdə açıq qurulmuş, sadəcə mahnı, canlı mahnıların olduğu, texno mahnıların olduğu bir yeni açılıbdır da, yəni ki, bu cür face kontrollə yoxlayırlar. Orada elə sırada adamlar. Qızlar, necəydi bugünlə bağlı təəssüratlarınız? Xoşunuza gəldi? Hə? Xoşunuza gəldi? Yaxşıdır. Çox da elə belə. 95%, так как я хотела фейс-контроль просто убить, и когда уже у меня пришли внутренние чувства, чтобы он провалился, он сказал, проходите. Face kontrol çox ciddi nəzarət eləyir, yəni. Qaşımıza, gözümüzə, mimikamıza baxır. Bir artıq hərəkətimizi görən kimi əsəbləşir. Mahnılar da texno mahnılar, sakit mahnılar. Biraz sıxlıq müşahidə edilir. Amma yenə də nə bilim, nə vaxtsa yoxlamaq olar. Beşlərim aşağı mərtəbədir, dəydi. Qaldırdım bunları yuxarı. Deməli, burada nədir? Burada mənim Amerika saytlarından olan sifarişlərimdir. Bu sifarişləri həm necə vermək haqqında, həm də unpacking videolar çəkib göstərəcəm sizə. Fikirləşirəm ki, belə rəsmi bir video olsun, yoxsa elə belə səmimi bir video olsun. Prosta mən istəyirəm ki, kargolar haqqında da maraqlı məlumatlar sizlərlə bölüşüm. Görüm necə olacaq bu şey. Bilmirəm. Burada çox məhsul var, çünki mən indirimlərdən almışdım. Ona görə